Deməli uşaqlar, bugünkü dərsimiz nədir? The future simple, yəni gələcək sadə zaman. Birinci baxırıq, gələcək sadə zaman nədir? Təbii ki, gələcəkdə baş verən hərəkətləri bildirmək üçün istifadə olunur. Gələcək sadə zaman necə düzəlir? Subject, yəni mübtədadan sonra shall, will və verb one, yəni to hissəciksiz məsdər. Məsələn, to go deyirik. Artıq orada to-nu atırıq, sadəcə go yazırıq. Yəni, məsələn, I shall go. Mən gedəcəm. We will go və yaxud da ki, we shall go. Biz gedəcəyik bu formada. Və shall hansı şəxslərlə, will hansı şəxslərlə işlənir, onlara fikir veririk. Ənənəvi qaydaya əsasən I ilə we-də shall işlənir. Amma artıq müasir dövrdə shall sıradan çıxır, bütün zamanlarda will işlənir. Yəni, I ilə, we ilə həm shall, həm də will işlədə bilərik. Digər şəxslərdə də yenə will-dən istifadə edirik. Bəs biz testdə və yaxud da ki, cümlə veriləndə bunun gələcək zaman, yəni future simple olduğunu hardan bilə bilərik? Təbii ki, əgər zaman zərfləri varsa, zaman zərflərindən və yaxud da ki, cümləmizin içində shall, will varsa, biz bilirik ki, bu gələcək zamandadır. Əgər nöqtələr verilir və cümlənin sonunda da bu zaman zərfləri verilir və bizdən deyir ki, uyğun zaman yaz. Əgər biz cümlədə future simple-ın zaman zərflərini görürsə, deməli, təbii ki, boşluqlara shall, will yazacağıq. Zaman zərfləri hansılardır? Tomorrow, sabah, soon, tezliklə, next, təklikdə gələn deməkdir. Next-lə bir yerdə next month, gələn ay, next year, gələn il, next day, gələn gün, növbəti gün, next week, gələn həftə. Daha sonra in, ərzində, müddətində deməkdir. İndən sonra rəqəm, daha sonra da days, weeks, years gəlir. Məsələn, in 2 days, in 3 weeks, in 5 years. Bu cümlədə zaman zərfi görürüksə, biz future simple-ı seçirik təbii ki, variantda. Və nəhayət, the day after tomorrow birisi gün deməkdir. Yəni, sabah yox, ondan sonraki gün. The day after tomorrow. Tərcüməsi də elə sabahdan sonraki gün deməkdir. Daha sonra biz mürəkkəb cümlələrdə də gələcək zamandan istifadə edə bilərik və bu zaman bəzi bağlayıcılarımızdan istifadə edirik. Əslində, gələcək zamanla işlənən bağlayıcılar çoxdur. Sadəcə, bizim ən çox qarşımıza çıxan when və if bağlayıcılardır ki, bu bağlayıcılar vasitəsilə biz mürəkkəb cümlə yarada bilərik. Baxırıq, when ilə mürəkkəb cümləni nə zaman yaradırıq? When-dən sonra present simple, daha sonra da future simple gələrsə. Yəni, lower dildə desək, when-dən sonra verb, verbs, yəni sadə feil və ondan sonra da shall, will gəlir. Nümunə üzərində bunu aydınlaşdıraq. Məsələn, deyək ki, when Kate comes, we shall go. Kate gələndə biz gedəcəyik. Yadda saxlayırıq, when-dən sonra heç vaxt gələcək zaman gəlməz. When-dən sonra present simple gəlir. Present simple-ımızı yazandan sonra biz gələcək zamanı istifadə edə bilərik mürəkkəb cümlədə. If, əgər deməkdir. If də eyni when formasında düzəlir mürəkkəb cümlədə. If-dən sonra da yenə present simple gəlir. Yəni, indiki sadə zaman verbsimiz. Present simple-dan sonra da yenə future simple gəlir. Yəni, shall, willimiz. Yenə baxaq. If John comes, we shall go. Əgər John gəlsə, biz də gələcəyik. Daha doğrusu, biz də gedəcəyik, go yazmışıq. Gördük ki, if-dən sonra bizim present simple-ımız gəldi. If-dən sonra bu comes-ın yerinə will come, shall come qətiyyən yaza bilmərik. If-dən sonra həmişə present simple gəlməlidir. Bu present simple-ımızı yazandan sonra biz təbii ki, gələcək zamanımızı da ona uyğun, şəxsə uyğun qoya bilərik təbii ki, burada. Və yaxud da ki, biz when-dən istifadə edərkən şərt deyil ki, sırf when-i cümlənin əvvəlində işlədək. When-i burada vergüldən sonra da işlədə bilərik. Məsələn, cümlənin quruluşunu dəyişə bilərik ki, we shall go when Kate comes. Kate gələndə biz gedəcəyik bu formada.
Yəni when-i istəyir cümlənin əvvəlində işlədək, istəyir cümlənin ortasında işlədək. Bunun heç bir fərqi yoxdur. Amma əsas nəyə fikir veririk? When-dən sonra həmişə present simple işlətməliyik. Yəni when-i cümlənin ortasına keçirtdik, burada shall işlədək, qətiyyən olmaz. When olan cümləni tamamilə bütöv şəkildə götürüb cümlənin o birisi tərəfinə keçirdirik. Təkcə when-i keçirdək zamanlar olduğu kimi qalsın, qətiyyən olmaz. When-lə if-dən sonra present simple gəlir. Bunu əzbər yadımızda saxlayırıq. Həmçinin burada biz zaman zərflərini əzbərləyirik. Mürəkkəb cümlə quruluşunda when, if necə düzəlir, when, if necə işlənir, onlardan sonra nə gəlir, onları əzbərləyirik. Belə, future simple, gələcək sadə zaman haqqında bu qədər.